Courtois yoxsa Casillas o demişdi ki, Real tarixində ümumiyyətlə Courtois nömrə verdi. Yəni bu da böyük iddiadır. Casillasdan yəni müzakirəyə açıq bir mövzudur. Siz də fikrinizi bildirə bilərsiniz. Casillas yoxsa Courtois düzdür, maraqlı. Məncə də Courtois-nın son illərdə elədiyi, sırf Real Madriddə oynadığı, yəni burada Atletico Madrid və yaxud da Chelsea yox, Real Madriddə oynadığı oyunları götürəndə bundan qabaq ən böyük Liverpool finalı olsun, yəni orada ümumiyyətlə oyunu Courtois qazanmışdı. Yəni sizin üçün kuboku Courtois gətirdi, verdi sizə ki, buyurun. O gün Manchester City ilə olan oyunda da həmin o refleks, yəni bir sözlə son illərin nömrə 1 olmasa da ilk üçlükdə həmişə yerini Məncə hətta nömrə 1-dir mənim üçün. İkinci yerdə Joan Garcia'nı bu dəqiqəki performansına görə, yəni bu son oyunlardakı, yəni çıxışına görə Joan Garcia mənim üçün, yəni Barselonanın qapıçısı. Əslində idealdır. Barsa və Real Madrid hal-hazırda qapıçı cəhətdən çox mükəmməl bir yerdədirlər.